Dövlət İmtahan Mərkəzi tərəfindən bugün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bu barədə DİM məlumat yayıb. Qeyd edilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 88 binada təşkil olunub. İmtahanda iştirak üçün 22.780 bakalavr ərizə təqdim edib. İlkin məlumata əsasən bir nəfərdən mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır. Fevralın 16-sından etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra 6 həftə ərzində təqdim olunacaq.